Salam şagirdlər, abituriyentlər. Biz isim mövzusu ilə bağlı artıq bir videomuz çəkilib. Həmin videoda biz 30 sual araşdırırdıq. Amma birinci hissədə, ümumiyyətlə birinci hissə 2025-ci il isim bölməsində sualları 3 yerə bölünüb. Bir, ismin quruluşu, yəni düzəltmə mürəkkəb sadə olaraq. İkinci, suallar toplusu, ismin xarakteristik olaraq cəmlənməsi, sonra təkdə olması, cəmdə olması. Üçüncü hissə isə ismin yiyəlik halıdır. İndi biz birinci hissə ilə tanış olduq. İlk 30 sualı işləmişdik. Yəni ismin quruluşuna aid düzəltməmi, sadəmi, kompound ya da mürəkkəbmi? Bugün isə eləyəcəyik biz demək ismin cəmlənməsi və tək halı ilə bağlı suallar edəcəyik. İndi baxın, gəlin biraz məlumat verim ümumiyyətlə. Qısaca bir məlumat verəcəm. Qarşıma çıxdıqca da əlavə məlumatları verəcəm, yaxşımı? Hələ ki qısa bir məlumat verək. Çox yaxşı olar ki, bu mövzuyu gedib təkrarlayasınız, sonra gəlib videoya baxasınız. Ya da təkrarlamamısınızsa, ya da sıfırdan bilirsinizsə, o da bir problem deyil. Əlimdən gəldiyi qədər başda biraz müəyyən izahlar verəcəm və ya sözlərə görəndə izahlar verəcəm. Yaxşı, narahat olmayın, asan. Elə izah verəcəm ki, sizin üçün asan olsun, başa düşmək. Okay. Yaşıl rəngimiz seçilidir. Gəlin bir də tekst yeri açaq. İsimlərin cəmlənməsi. Ümumiyyətlə biz cəmlənmə deyəndə nə nəzərdə tuturuq? Yəni Azərbaycan dilində cəmləndirən necə cəmləndiririk? Misal üçün pərdə sözü. Pərdə sözünü cəmləndirəndə nə deyirik? Pərdələr, eləmi? Onu cəmləndiririk, onu çoxaldırıq. Larlər. Bəs ingilislərdəki bu larlər necədir? Normalda bizə ibtidaidən öyrədirlər ki, larlər ingilislərdə S-dir. Bir də S-dır, belə deyim, şəkilçi, qrammatik şəkilçidir bu. Düzəltmə deyil, qrammatik şəkilçisi. Amma sadəcə S ilə bizim işimiz bitmir. Bu ibtidaida bizim öyrəndiyimiz bir şeydir. Biz artıq imtahana hazırlaşanda bizim cəm şəkilçilərimiz artıq ətraflı bir şəkildə biz bunları bilməliyik. Baxın, əgər mənim sözümün sonu, diqqətli olun, bir izah edirəm. Fikriniz burada olsun. Sözümün sonu S ilə, O ilə, X, bunların hamısını yazın. Baxın, bu söz, daha doğrusu bu hərf və hərf birləşmələri ilə mənim ismimin sonu bitirsə, o zaman mənim cəmlənməm S olacaq. Misal üçün box. Baxın, box, qutu deməkdir, eləmi? Box hətta artiklın üçün yanında olmalıdır. Box, qutu. İndi baxıram ki, mənim ismim bunu cəmləndirmək istəyirəm, eləmi? Box, qutudur, qutular demək istəyirəm. Görürəm ki, ismimin sonu X ilə bitib. X da bunların arasındadır. Demək ki, bunun cəmlənməsi, yəni qutular deyəndə boxes olacaq. Aydındır? Elə düşünürəm ki, aydındır. İkinci cəmlənmə. Sözümün sonu F ilə bitərsə, o zaman mənim cəmlənməm vs olacaq. Misal üçün, deyək leaf. Leaf nə deməkdir? Yarpaq deməkdir. Burada onun artikeldir. Leaf yarpaq deməkdir. Yarpaqlar desəm nə deyəcəm? Görürəm sözümün sonu F-dır, cəmlənməm də vs-lə olmalıdır. Leaves. F-nı atıram, vs-ə gətirirəm. Sonra, sözümün sonu Y ilə bitərsə, baxın, Y ilə bitərsə, ya İ-S olacaq. Diqqətli olun. Ya İ-S olacaq, ya da elə S olacaq. Diqqətli olun. İ-S olması ilə S olmasını necə dəqiqləşdiririk? Əgər ki, mənim ismimin sonundakı Y-dan əvvəl saitim gələrsə, baxın, ismimin sonundakı Y-dan əvvəl saitim gələrsə, bu zaman hələ S, yəni bunu gətirəcəm, boys olur. Əgər mənim ismimin, misal üçün, baby, burada da artikel var, əgər ki, mənim ismimin sonunda Y gəlirsə və Y-dan əvvəl samit gələrsə, bu zaman Y düşür, İ-S gəlir. Babies. Baxın, təzədən təkrarlayıram. Y-da, misal üçün, ismimin sonunda Y gördüm, eləmi? Mən deyirəm ki,
Əgər ki, ismimin sonunda y hərfi varsa, mənim cəmlənməm ya is-lə olur, yəni iki variantla olur, ya is-dir, ya da s-dır. Всё, cəmləməm belə olur. Hə, mən gedirəm, bəs is-mi yoxsa s-mı, bunu necə seçim? Gedirəm ismimə baxıram. İsmimdə y-dan əvvəl sait gələrsə, o zaman s olur, cəmlənməm s olur. Y-dan əvvəl samit gələrsə, cəmlənməm də y düşür, yerinə is gəlir. Aydındır? Məncə aydındır. Baxın, bir də ki, kökündən dəyişən isimlər var. Baxın, kökündən dəyişən isimlər bilirsiniz necə isimlərdir? Deyir ki, mənə nə is lazımdır, nə ves lazımdır, nə s lazımdır, nə s şəkilçisi lazımdır. Heç biri mənə fərqli, yəni mənə maraqlı deyil. Məni sən gəlginən kökümdən dəyiş, deyir. Məni tamamilə dəyişdir, deyir. Mən kişidir, mən kişilər. Baxın, woman qadındır, woman qadınlar. Sonra, təbii ki, bunların qabağında sadə olan variantların qabağında ən artiklı olmalıdır. Uşaqlar hamısını qeyd eləmirəm. Baxın, ox öküzdür, oxen öküzlər. Qız qazdır, giz qazlar. Sonra nə var idi başqa? Bir dəqiqə çox var əslində. Ox öküz, öküzlər, qız qaz, qazlar. Sonra nə var idi? Bir dəqiqə görək. Sonra baxın, bir də bunlar var. Deer, deer. Təki də cəmdə eyni qalır. Bir də qabağına artiklından falan bilmiyorlar ki, bu təkdə də cəmdədir və yaxud da xəbərli şəkilçilərindən bilmiyorlar. Bu da zamandan qabağımıza çıxanda mən sizə göstərərəm. Fishdir. Baxın, bunların təki də cəmdə eynidir. Fishdir. Sheepdir. Sheepdir. Hələ ki, bunlar bəsdir deyə düşünürəm. Bir də yazaq, swine-dır, donuz deməkdir. Swine-dır. Bunların, baxın, bu 1, 2, 3, 4-lüyün təki də cəmi də eynidir. Aydındır mı? Sonra nə deyə bilərik biz? Dəqiqə. Baxın, bunlara davam eləyək, kökündən dəyişənlərə. Tooth-dır, dişdir, teeth, dişlər. Fikir verin, burada oğlar, 2 dənə oğlar olanlar eylərə çevrilir. Yəni, buradan belə yadınızda saxlaya bilərsiniz deyə düşünürəm. Sonra nümunə kimi child'dır, uşaq deməkdir. Children, uşaqlar. Baxın, kökündən dəyişdi. Yəni, xüsusi bir şəkilçilə dəyişməlidir. Sonra food'dur, ayaq, feet, ayaqlar. Food yox ha, axırı d olan yox. Axırı d olan ərzaq, yemək deməkdir. Food, axırı t olan. Ayaq, ayaqlar. Sonra baxın, a person, şəxs deməkdir. People, şəxslər. Baxın, məsələn, bitlər. Bitlərdir bu. Bitlər. Sonra bir də var, misal üçün, siçan, siçanlar. Siçanlar da bu. Amma burada diqqətli olun uşaqlar. Burada diqqətli olun ki, bu siçan bizim kompüterimizin siçanı deyil. Bu bildiyimiz heyvan siçanıdır. Kompüterin siçanı hələ s-la düzəlir, mahsus olur. İndi, baxın, bunlar kökündən dəyişənlərdir. Bunlar da təki də cəmdə eyni olanlardır. Aydındır? Bunları əzbərləməliyik. Daha sonra, sizə nə deməliyəm mən? Gözləyim, yəni, yəqin ki, aydın oldu da sizə hamısı deyə düşünürəm. Sonra baxın, deməli olduğum hissələrdən nələr var uşaqlar? Var, misal üçün, həmişə cəmdə olan isimlər. Bu arada uşaqlar, biz çıxartdıq indi sözün sonu bu hərflərlə bitərsə cəmlənmə belə olur. Fu ilə bitərsə belə, nə bilim, o, xızı və s. və axır bitərsə belə, y ilə bitərsə belə, 2 variant göstərdik, kökündən dəyişənləri göstərdik. Yaxşı, onları çıxmaqla bütün sözlərin cəmlənməsi necə olur? S-lə olur. Yəni ki, onları çıxsam, nə dedik? O dedik, x, s, h, c, h, bunları dedik.
Bir də bir neçə hərf birləşmələrdə, indi hamısını saymıram. Bunları çıxmaq şərti ilə, məsələn, y-dı, f, e-di, sonra bunlar çıxmaq şərti ilə, bir də ki, kökündən dəyişənlər çıxmaq şərti ilə, kökündən dəyişənlər zaten kökündən dəyişir. Çıxmaq şərti ilə qalan isimlərin cəmlənməsi, baxın, sadəcə s-la olur. Laylar. E-s yoxdur, yəni s. Laylar. Bu şəkildə olur. Bir də həmişə cəmdə olan isimlər var uşaqlar. Məsəl üçün, kətıldır, malqaradır. Təbii ki, qabağımıza çıxdıqca daha çox deyəcəm. Bir ağlımda olanlar deyirəm. Kətl, malqara deməkdir. Poultry isə nə deməkdir uşaqlar? Poultry, belə quşçuluq deyək də buna. Quşçuluq, indi mənasını yazmıram, quşçuluq, ev quşları daha doğrusu. Sonra polisdir, həmişə cəmdə olur. Yəni, bunlar həmişə cəmdə olur uşaqlar. Bunlar mübtəda olanda xəbər həmişə cəmdə olur. Yəni, bunun tək olduğu versiya yoxdur. Polisin tək olduğu versiyanı necə mən göstərə bilərəm? Ya deyərəm policeman, ya policewoman, fərqi yoxdur, qadın. Ya da ki, police officer. Baxın, officer. Yəni, burada necədir? Məsələn, polis sadəcə yazılsa, mübtəda polis qoysa, xəbər cəmdə olur. Mübtəda policeman olsa, xəbər təkdə olur. Bunu cəmləndirsəm, baxın, ilə cəmləndirərəm. Ya da ki, police officer olsa, cəmləndirsəm officers. Yəni, hansı ki, xüsusi bir söz deyil ki, daha da xüsusi bir hərf deyil ki, ona uyğun bizim cəmlənməmiz olsun, eləmi? Yəni, avtomatik s gətirdim də, ona görə deyirdim avtomatik s. Sonra, yəni, başqa closes, game deməkdir, toplu game mənasını verir. Stairs, pilləkən deməkdir. Bunlar həmişə cəmdə olur uşaqlar. Yəni, həmişə cəmdə olur və yəni ki, belə. Sonra trousers. Baxın, iki hissədən ibarət olanlar, iki hissədən ibarət olanlar həmişə cəmdə olur. Məsələn, şalvar. Şalvar iki hissədən ibarətdir, eləmi? Bir yüzü də eyni olduğu kimi də, o bir yüzü də o bir yüzünün olduğu kimi də iki hissədən. Və yaxud da ki, misal üçün deyək ki, shorts olsun, shortig. Bu iki hissədən ibarətdir, eləmi? Yəni, bunlar həmişə cəmdə olur. Nəysə, çox uzatmayaq, gəlin dərsimizə keçək. Əlimdən gəldiyi qədər əsas hissələrə toxundum. İndi toxuna bilmədiyimiz hissələrdə yəqin ki, testlərdə görəcək deyə düşünürəm. Birinci, cəmdə, bax, plural cəmdə deməkdir. Oy, gəlin buradan çıxaq uca. Plural, Uşaqlar, plural cəmdə deməkdir. Singular qabağımıza çıxacaq. Baxın, singular təkdə deməkdir. Deyir ki, cəmdə olanları seç. Burada da ki, təkdə olan isimlərin cərgəsini seçdir. Diqqətiniz burada olsun. Cəmdə olan isimlərin cərgəsini seç. İndi, baxın, demədiyim hissələrə misal üçün toxunulub indi burada. Əgər ki, mənim compound nansum varsa, burada cəmlənmə fərqli olur uşaqlar. Compound nanslarda biraz fərqlilik var. Nə mənada? Mənim compound nansım, baxın, beləncəz defislə yaranırsa, compound nanımda, yəni mürəkkəb ismi defislə yaranırsa, o zaman mən baxıram ki, defisimin hansı tərəfi əsas sözdür. Yəni, mənaya daha yaxın sözdür. Misal üçün, sisters in love, eləmi? Sisters in love. Mənası baldız deməkdir. İndi, burada baldız sözünə ən yaxın söz hansı sözdür? Law hüquqdur, sisterdəki bacıdır, yəni bacı olardı, eləmi? Baxın, baldız sözünə ən yaxın söz tərəflərdən, compound nansın bu defislə, hansı ki bölünmüş tərəflərindən sisterdir. Cəmlənməmi də sisterə qoyuram. Təkrarlayıram. Əgər ki, mənim mürəkkəb ismim defislə yaranıbsa, cəmlənməm fərqli olur. Cəmlənməndə mən fikir verirəm ki, mənim əsas sözüm hardadır ki, mənaya yaxın olsun. O əsas söz mənaya yaxın olmalıdır. Sisters in love-ın mənası baldızdır. Hüquq baldız sözünə daha yaxın, yoxsa sister, yəni bacı. Ona görə bacıya mən cəmlənməmi vururam. Sözümün sonu r-lə qutarıb, r üçün də mənim xüsusi bir cəmlənməm yoxdur ki, xüsusi bir hərf falan deyil ki, avtomatik s gətirmişəm. Bu düzdür. Seaman, baxın, əgər ki, mən və men sözü hər hansı bir sözə qoşulub compound namı yaradırsa, yəni mürəkkəb isim yaradırsa, bizim belə bir qaydamız var. Mən və men sözü əgər əvvəl gəlsəydi, o zaman olasıydı həm mən sözü cəmlənirdi, həm də ikinci sözüm cəmlənərdi. Sonda gəlsə isə, sonda gəlib, yəni ikinci variant kimi gəlib sözü yaradırsa, o zaman sadəcə mən sözü cəmlənir.
Qabağımıza çıxanda ikinci variant mən sizə göstərəcəm. Yaxşımı? Ağlıma ikinci variant gəlmir, amma qabağımıza çıxanda göstərəcəm ki, mən bunu nəzərdə tuturdum. Ümumən indi belə izah edirəm. Sadəcə bu hissəyə toxunuram. Əgər ki sözümün sonunda men varsa, yəni mən varsa, mənin cəmlənməsi mendir, deyiləmi? Cəmlənib düzdür. Ox sözü, ox öküzdür. Kökündən dəyişir cəmlənəndə. Oxen olsaydı A variantını götürərdim. Amma ox təkdədir burada. Oxa görə çıxdım. Page, baxın, sözümün sonu E ilə bitib, səhifə deməkdir. Sözümün sonu E ilə bitib, E üçün xüsusi cəmlənməm yoxdur. Avtomatik S gətirdim cəmlənmədə də, yəni sadəcə S ilə cəmlənir. Pages, S dediyim S. Hero, baxın, O-dur. O üçün mən cəmlənməm nədir? E-sıdır, düz gətirib. Progress, inkişaf deməkdir. Progress ümumiyyətlə sayılmayan isimdir və sayılmayan isimlər cəmlənmir. Buradakı sondakı SS-ə fikir verməyin, uşaqlar. Sondakı SS burada cəm şəkilçisi deyil. Sözün hələ özündədir bu. Potatoes. Baxın, sözümün sonu O-dur. Onun cəmləməsi necə olur? S-lə olur. Baxın, leaf-dır. Leaf-in cəmləməsi necə olur? V-lə olur. Bu yarpaq, yarpaqlar sözünə keçib. Berry cəmlənməyib. Berry olduğu kimi qalıbdır. Cousins. Baxın, sözümün cəmlənməsi cəmlənibmi? Bəli, cəmlənib. Sonunda N. Məsələn, cousin kuzəndir də. İndi türklərin dediylə kuzəndir. Sözümün sonu N-lə bitib, N hərfi ilə bitib. N hərfi üçün mən xüsusi cəmlənməm yoxdur. Sadəcə, yəni, S gətirə bilərəm də mən. Baxın, bu qazlar deməkdir. Qaz sözünün cəmlənməsidir. Quz. Normalda bu təkdə belə olur. E-nin yerinə, bu E-lərin yerinə 2 dənə O olur. Kökündən dəyişəndir bu. Cəmlənib mi? Cəmlənib. Moz. Baxın, T-hı. Daha doğrusu H. H üçün mən xüsusi bir cəmlənməm yoxdur ki, xeyr yoxdur. Avtomatik S-lə cəmləndirirəm onda. Yəni D variantı düzdür. Sonra ikinci, cəmdə olan isimlər istəyir. İndi avtomatik gedirəm, yaxşımı? Trouser şalvar deməkdir və iki tərəfdən ibarət olan isimlər cəmdə olur. Baxın, fikir verin, sonunda da onsuz da S olur. Çox vaxt iki tərəfdən ibarət olan isimlərin sonunda S olur, bu arada uşaqlar. O fikir verirsinizsə əgər. A variantı, okey. Trousers cəmdədir. Goods mal əmtə deməkdir uşaqlar. Həmişə cəmdə olur. Clothes şalvar, daha doğrusu geyim deməkdir və həmişə cəmdə olur. A variantı cəm kimi seçdim. B variantından baxın. Avtomatik çıxan face sözü. Sonra C variantından fizik sözü götürürəm. Baxın, burada əgər ki çox vaxt sözümün sonuna i, c, s ilə bitibsə, o hər hansı bir elm adı deməkdir. Hər hansı bir elmi bir ad deməkdir uşaqlar. Ona fikir verirsinizsə əgər, hər hansı bir elmi addır. Məsələn, fiziks burada da ki, yəni ki, bir fən adıdır. D variantından cəm olmur. Progress həmişə sayılmır və sayılmayanlar heç vaxt cəmlənmir. Letter də təkdədir. Üçüncü, təkdə olanları istəyir. Information təkdədir. Təkdə olanları istəyir. Cəmdə olanları çıxırıq. Places cəmdədir. Baxın, S şəkilçisi. Eyni zamanda T's də var idi. Closes dedim axı, cəmdədir. Həmişə cəmdə olur. C variantı tamamilə hamısı təkdədir. News. Baxın, burada fikir verin. Buradakı sondakı S cəm şəkilçisi deyil. O, hardan bilərəm? Cəm şəkilçisi nəyə artırılır? Özündən əvvəlki sözü artırılır. Eləmi? Sözə yəni cəm şəkilçisi artırılır. New sözü. New deyə bizim ismimiz var. Xeyr. New yeni deməkdir. Yeni də sifətdir. O zaman demək ki, new burada yeni mənasını vermirmiş ki, biz ondan isim yaradaq. News, sözün özü elə newsdur. Yəni, heç vaxt biz sifətin sonuna cəm şəkilçisi qoymuruq ki, cəm şəkilçisi dediyimiz ismi aid mövzudur da, ismin sonuna qoyuruq. Və news burada ümumi sözdür, xəbər deməkdir və təkdədir. Progress sayılmır, money də okey, təkdədir, sayılmır həm də. Cəmlələri çıxardırıq, baxın, qazlar sözünü gördüm, öküzlər sözü kökündən dəyişən öküzlər gördüm. Burada da watches, qol saatları. Watch burada izləmək deyil uşaqlar. Qol saatı, watch'un ikinci mənası qolcu saatdır. Sözümün sonu c-hı ilə bitib, mən də deyirəm ki, c-hı ilə bitənlərdə cəmlənmə S olur. Hansı ki, söz, hərf və hərf birləşmələr arasında c-hı var idi. Təkdə istəyir, person təkdə, chair təkdə, sofa təkdə. B variantından feet, foot, feet, ayaq, ayaqlar, ayaqlar sözüdür. People, insanlar deməkdir, persondan kökündən dəyişib. Police həmişə cəmdə olur, polis sözü. Mice həmişə, daha doğrusu kökündən dəyişənlərdir. Mouse, mice, sıçan, sıçanlar. Beşincidə cəmdə istəyir, baxın, mouse, sıçanlar, cəmdə istəyir. Clothes, geyimlər, cəmdə istəyir. People, insanlar, cəmdə istəyir.
feed. Aha. 1, 2, 3, 4. 4 dənə variant yoxdur axı bizdə. Ay, sorry uşaqlar. Sorry. Mouse cəmdə deyil uşaqlar, təkdədir. Mice-dan mouse birdən-birə keçdim ona görə. Mouse uşaqlar təkdədə sıçandı. Onun cəmlənmə variantı baxın budur. Mice. Bu mice-dir. 3-dür, 4-dür, 5-dir. Bunlar cəmdədir. 3, 4, 5. Yəni B variantı. Cəmdə istəyir burada da. Feet ayaqlar, Germans. Germansdakı bəli. Cəmdədir. A variantını götürün. İndi sizə bir də uşaqlar bir şey deyəcəm. Onu birinci videonu izləyənlər bilir. A variantı artıq götürə bilsək çox sevinərəm. Allahım. Uşaqlar elə düşünün. Elə düşünməyin. Burada A variantı. Demək, feet ayaqlardır, Germans. Nə izah eləmək istəyirəm? Gəlin o bir variantlarda çıxarışlarımızı eləyək. Physicsdir. Deyirəm ki, sözün sonu icısı ilə bitirsə, bu elm adı, nəsə bir elə bir ad olasıdır. Watch'dur, təkdədir və elm adları uşaqlar heç vaxt cəmləmir, unutmayın. Fellow'dur, təkdədir. İndi mənə qulaq asırsınız. Bir də ay var, təkdədir. İndi mənə qulaq asırsınız. A variantı. Feet, foot, feet, ayaqlar, Germans. İndi deyəcəksiniz ki, müəllimə, bəs burada mən var axı. Yəni, mən var da burada. Mənin cəmlənməsi necə olur? Məndən olur da. Germanos olaydı da onda. Baxın uşaqlar, buradakı German sözünün özünün içində mən var. Yəni, təkində mən var. Şey deyil, yəni, o söz kimi deyil. Məsələn, bir sinətə gör deyə bir söz yoxdur ki, mən deyim ki, gördən kişi, nə bilim, yəni ki, gör deyə bir söz yoxdur. Mən də compound noun yaradanda gedir məna verən sözə qoşulur. Məna verməyən sözə qoşulmur. Yəni, gör deyə bir sözüm yoxdur ki, mən də artırım, deyim ki, bu compounddur və compound ikinci tərəfdə mən olanda gedim onu mən eləyim. German sözün özüdür. Tək vərəndə sözün özüdür. Yəni, m-ə-n orada kişi mənasını vermir. Ona görə cəmlənməsi də n-ya görə s olur. 7-ci, cəmdə olanları istəyir, happiness, uşaqlar. Nes burada şəkilçidir, fikir verin, isim üzərdən şəkilçidir və cəmdə deyil. Burada da ki, baxın, ages, budur ona görə. Sonra, experiment təkdədir. Close təkdədir, parça deməkdir. Day təkdədir. Day sözü təkdədir. Police həmişə cəmdə olur. Dish, baxın, sığı ilə bitib, S ilə cəmlənir. Dishes, Y variantı. 8-ci, təkdə olanları istəyir. Baxın, burada textbook və flag. Hər ikisi təkdədir. Eləmi? Sonra, kids, çərpələnglər. Baxın, sözümün özü budur. S-lə cəmləndir. Sonra, ceiling təkdədir. Canteens, baxın, canteens. S şəkilsi, yəni kantin, kantinlər. Cəmdədir. Spoons, qaşıq, qaşıqlar. Cəmdədir. Tables, masa, masalar. Cəmdədir. 9-cu, təkdə olanları istəyir. Baxın, təkdə olanlar cups cəmdədir, carpets cəmdədir, flags cəmdədir, cars cəmdədir, notebook, boat. C variantı. 10. Təkdə olanları istəyir. Lies, baxın, bitilər deməkdir. Kökündən laws, lies, bitilər deməkdir bu. Giz, ona görə çıxdı. Gizdəki qazın cəm variantı, qazlar. Songs cəmdədir, towns cəmdədir, şəhərlər. Question, sual, hobby, children cəmdədir, uşaqlar deməkdir. Child, onun tək variantıdır. Children uşaqlardır. Camp, come, century, əsr, valley də vadi deməkdir. Hər biri təkdədir, Y variantı. Təkdə olan isimləri istəyir. Servants, xidmətçi, xidmət edən, yəni daha doğrusu belə deyim, xidmət edən şəxs və xidmət edən şəxslər. Bu cəmdədir. Çıxıram. Baxın, businessman. Görürsünüz, mən sözü gedib məna verən sözə qoşulub nəsə yaradıb. Onda mən gedərəm, mənə eləyərəm, mən cəmləndirərəm. Yoxsa German'da gör deyə bir sözüm yoxdur ki, mən qoşulsun compound, onu yaratsın. Ondan sonra mən gedim, mən eləyim cəmləndirəndə. Xeyr. Demək ki, sözün özünün içində şeymiş, deyəm, m-ı ayrıca kişi mənasını vermirmiş. Bu cəmdədir, mənə görə.
bu hamısı tourists cəmdədir. Bir də servants təzədən cəmdədir. Variantım D variantı. District, gallery, food. District yəni ki, müəyyən region, gallery, galeriya, fooddakı ayaq. Burada D variantı, amma nədənsə bu rəng verdi. Niyə belə oldu? 12. Təkdə olanlar istəyir. Teeth cəmdədir. Dişin cəm variantı toothsdur. Normalda 2 də eyni yerində o var idi diş mənasında, amma dişlər mənasında onlar E-yə çevrilir. Stairs pilləkəndə və həmişə cəmdə olur. Burada variantım C variantı. Health sağlamlıq, silver gümüş, employment iş mənasında. Interviews, baxın interviewlar, radiolar. Bu arada uşaqlar radio sözü istisnadır. Sözü sonu baxmayaraq ki, oynan bitib, amma cəmləməsi s ilə, yəni E s ilə deyil. Tamam? Bu istisnadır. Oxa fikir verməyin. Yəni altına xətt çəkməyəcəm, nədənsə ox verir. Sonra 13. Təkdə olanlar istəyir. Cup, dolls cəmdədir. 3-ü götürürəm. Teeth, təkdə olanlar istəyir. Teeth cəmdədir. Fox, türkü götürdüm. 1 ilə 4. O birislər hamısı cəmdədir. A variantı. Təkdə olanlar istəyir. Knife, bıçaq idi. Sözün sonu f e ilə bitirdi. F e ilə bitir. K-nı i, f e yazılır. Knife, bıçaq. F e-dəki cəmlənməsi vəslə olur uşaqlar. Baxın, çox gözəl bir örnəkdir bu. Cəmdədir bu amma götürmürük. Snowman təkdədir. Men olsaydı cəmdə olardı. Amma məndir. Təkdə götürdü. Knowledge bilikdir və həmişə sayılmır və həmişə təkdə olur. Götürdüm. Roof cəmdədir. Cheese pendirdir və heç vaxt sayılmır. Müəyyən yeyəcək isimləri sayılmır. Feet-dəki cəmdədir. Ayaqlar. Götürdüm 2-ni, götürdüm 3-ü, götürdüm 5-i. A variantı. 15-ci uncountable istəyir. Sayılmayan isimlər istəyir. Uncountable isim. Okay. Uncountable nədir uşaqlar? Bir var countable, bir də var uncountable. Qabağına an artırıb, onu artıranda uncountable olur. Countable, baxın, sözün kökü countdur. Saymaq. Sayıla bilən deməkdir. Sayıla bilən isim deməkdir. Yəni biz ismimizi cəmləndirə bilirik. Amma uncountable sayıla bilmə isimləri biz heç vaxt cəmləndirə bilmirik. Yəni ki, sayıla bilən isimləri biz cəm şəkilsi istəsə artıra bilirik. Neçə dənə olduğunu vurğulaya bilirik. Amma sayılmayanları deyə bilmirik. Misal üçün, ingilislər A variantından baxaq. Child'ı cəmləndirə bilirlər, children deyə bilirlər. Yəni bu sayıla biləndir. Ay, gözdür, gözlər deyə bilirlər, saya bilirlər. Sugar, pəsok deyin, qənd deyin. Yəni ki, şirnidən. Doğrusu pəsok deyək gəlin buna. İndi bunu ingilislər şey deyə bilmir, cəmləndirə bilmir. İngilislər deyir ki, mənim müəyyən qrupum var ki, o qruplara daxil isimləri mən cəmləndirə bilmirəm. Yəni, onlar bunu deyə bilmir. Ona görə də biz bunu heç vaxt cəmləndirə bilmərik. Yəni, sugar'a görə sugars deyə bilmərik. Aynında. Deyir ki, o qrupun içərisində nə var? İndi bu hansı qrupa aiddir uşaqlar? Sugar kiçik hissəciklərdən ibarət qrupa da aid edə bilərsiniz, qida qrupuna da aid edə bilərsiniz. Ona görə bu uncountable-dur. Coffee, hand, baby. Baby-ni saya bilirlər, cəmləndirə bilirlər. Hand-i cəmləndirə bilirlər. Coffee sözünü cəmləndirə bilmirlər. Coffee sözünü heç vaxt görə bilməzsiniz. Coffees deyə bir söz görə bilməzsiniz. Niyə görə bəs bunu uncountable ediblər? Hansı qrupa ediblər? Maye qrupuna eləyiblər. İngilislər mayələri cəmləndirə bilmirlər. Yəni ki, məsələn, çay sözü var, tea, o da uncountable-dur. Water sözü var, su da uncountable noun-dur, yəni sayıla bilməyən isimdir. Onlar bunu, yəni water sözünü heç vaxt waters görə bilməzsiniz. Tea sözünü heç vaxt teas görə bilməzsiniz. Yəni ki, çaylar kimi görə bilməzsiniz. Ancaq uncountable istəyir zaten. Məsələn, burada hand çıxdı, baby. Burada hand çıxdı, baby çıxdı. Burada I ilə child çıxmışdı, çünki bunlar cəmlənə bilir. Baxın, T sözü maye qrupuna aiddir və sayılmır. F sözü üzdür, amma üzlər deyə bilirlər. Riva çıxdı. Riva çıxdı. Sonra carrot cəmlənə bilir. Yəni ki, çıxdı. Hərəsindən bir dənə çıxacam uşaqlar. Qaldı bir də Y variantı. Advice, kindness, music. Music sözünü cəmləndirə bilmirlər.
Amma song sözünü cəmləndirə bilirlər uşaqlar. Song da mahnı deməkdir, amma onu cəmləndirə bilirlər. Sadəcə musiqi kimi musiqi cəmləndirə bilmirlər, amma musiqi kimi, yəni mahnı kimi songu cəmləndirə bilirlər. Advice sözü baxın, onlar görə bilmədiyi, toxuna bilmədiyi şeylərə və yaxud da hisslər olsun, duyğular olsun və s. bunları uncountable kimi sayılır. Məsələn, advice məsləhət deyilmi? Onlar advice sözünə toxuna bilmirlər, nə bilim, hiss eləyə bilmirlər də advice sözünü, eləmi? Toxunmaq, görmək olmur ki. Advice nə deməkdir? Məsləhət deməkdir. Məsləhətə toxunmaq olmur, görmək olmur. Bir növ mücərrəd isimdir, eləmi? Hə, belə deyim. Mücərrəd isimlərə onlar uncountable kimi sayılırlar. Mücərrəd isimlərə. Mücərrəd isimlər nələrdir? Toxuna bilmədiyin, görə bilmədiyin, yəni 5 duyğu vasitəvi istifadə edə bilmədiyin isimlərdir. Onlar onu uncountable. Məsələn, kindness. Kindness mehribanlıq, nəzakətlilik deməkdir. Nəzakətlilik sözünə, yəni bu bir əşya deyil ki, mən ona toxuna bilim və onu mən countable sayım, sayıla bilən sayım. Ona nəzakətliliklər deyə bilmir, məsləhətlər deyə bilmir, misal üçün. Niyə variant? 16-cı. Uncountable istəyir. Hospitality uncountable'dır. Oil. Bir dəqiqə, mən kitabıma baxım buradan. Bu görünmür. Mən buradan sizə deyəcəm, yaxşı mı? Siz görəcəksiniz. 16-cı. 16. Okay. İndi uşaqlar bax. Bir də hospitality, yəni ki, qonaqpərvərlik və s. Bu toxuna bilmədiyimiz bir şeydir. Mücərrəd isimlər qrupuna aid olduğu üçün uncountable götürürəm. Sonra oil var, yağ deməkdir. Bunu mən, ya da neft mənasını verir. Bunu mən mücərrəd kimi götürürəm, çünki mayedir də bir növ o da. Electricity, elektrik kimi düşünə bilirsiniz. Yəni ki, o şey eləmək olmurdu. Bundan onlar uncountable götürürlər. Biri götürdük. City, şəhər, şəhərlər deyə bilirlər, götürə bilmirik. Education, məsələn, daha doğrusu üçüncüdə news sözü xəbərdir. Onlar xəbərlər deyə bilmir. Heç vaxt biz newses sözü görmürük. Pollution, çirklənmədir. Çirklənmələr deyə bilmirlər. Honesty, vicdanlı, vicdanlar deyə bilmirlər. Üçü götürdük. Animaldır, heyvandır, heyvanlar deyə bilirlər. Ona görə 4-ə çıxıram. 1-dən 3. Uncountable hansı istəyir? Smoke, tüstü. Tüstü kimi olanlar uşaqlar, onlar görə bilmirlər. Daha sonra uncountable sayılırlar. Uncountable sayılır, sayıla bilməyən sayılır. Safety, yəni təhlükəsizlik. Bu toxuna bildiyimiz bir şey deyil. Mücərrəddir. Kindness mücərrəddir. Ona görə uncountable saya bilirik. Biri götürdük. Pencil, qələmdir. Qələmlər cəmləndirə bilirlər. Friendship, dostluqdur. Dostluqlar deyə bilmirlər. Uşaqlar mücərrəd bir anlayışdır. Çünki bu uncountable siyahısına qoyublar. Cotton, pambıq. Material adlarını uşaqlar, ingilislər saya bilmirlər. Material adlarını onlar saya bilmirlər. Dəmir olsun, misi olsun, pambıq olsun, fərqi yoxdur. Amma ondan hazırladıqları əşyaları saya bilirlər. Məsəl üçün, pambıqdan nə düzəlilir? Məsəl üçün, köynək düzəlilir mi? Köynəyi sayarlar. Ya da dəmirdən nə düzəlilir? Məsəl üçün, dəmirdən nə düzəlir? Misal üçün də, məsələn, çönçə düzəlir. Çönçə sözünü saya bilirlər, tutalım ki. Cotton sözü. Friendship'i götürdük mü? Götürdük. Cotton sözünü uncountable götürdük mü? Götürdük. Luggage, yük deməkdir. Yüklər deyə bilmirlər. Üçü də götürdüm. 4-cü story, hekayədir. Hekayələr deyə bilirlər. Qəhrəmandır, qəhrəmanlar deyə bilirlər. Yəni, bu çıxırıq. 1-dən 3. Cəmdə olan isimləri istəyir. Woman, baxın, cəmlənib. Kökündən dəyişənlərə aiddir, cəmlənib. Mouse, sıçan deməkdir, təkdədir. People, cəmdədir. Person'ın kökündən dəyişmiş halıdır. Şəxs, insanlar. Goose, cəmdədir, qaz deməkdir. Kökündən dəyişməsi qazlardır. Biri götür. Aşağılar yenə. Mən səhv elədim. Woman'ı götürdük. People'ı götürdük. Goose, bir də ki, bu qazdır da. Bu cəmlənməsi qazlar, geese olur. Onlar eyə çevrilir. 1-dən 3. Nəsə bugün birazcıq diqqətsizəm. Təkdə olanları istəyir. Custom təkdədir. Yəni cəmlik şəkilsi yoxdur. Trainers cəmdədir. Baxın, S şəkilsi. Socks cəmdədir. Corablar deməkdir. Təkdə olanı istəyir. Bin təkdədir uşaqlar. 1-dən 4. C
C variantı. Aydındır, 1-dən 4. Sonra. Hani bu arada mənalarda budur. Custom adət deməkdir. Bean lobya deməkdir. Ondan sonrasındakı daha doğrusu noxud deməkdir. Noxud deməkdir. Corablarda trainersdakı məşqçilər deməkdir. Yəni ki, bir növ. 1-dən 4-ə götürdüm. 20-ci cəmdə olanlar istəyir. Cəmdə olan cütlük. Yəni ki, BDS variantda mən 2 dənə isim qoyacağam. Ona deməyə çalışıram, isim cütlüyüdür. 2 də isim qoyuram. Cəmdə olanları education təkdə, pooldur, hovuzdur təkdədir. Shorts, woman. Shorts, shortikdir. İki tərəfli olanlar həmişə cəmdə olur. Woman qadınlarda Y variantı. Burada history çıxıram. Burada da mən və üzvü çıxıram. Üzvü deməkdir. 21 cəmdə olanlar istəyir. Baxın. Giz, goods. Giz, qazlar, goods, malamtı. Həmişə cəmdə olanlar siyasındadır. Bu da kökündən dəyişənlər siyasındadır. Method təkdədir. Voice təkdədir. News həmişə təkdədir və da sayılmayandır. Glass-dəki təkdədir. 22 təkdə olanlar istəyir. Dolphin təkdədir. Robbers, pozanlar, S şəkilçisi var. Sayılmır. Sportsman, yəni sayılmır dedim, yəni mövzumuza aid sayılmır. Sayılmayan isim kimi demirəm. Sportsman, baxın, mənə çevrilib. Nursery, woman, baxın, cəmdədir. Prisons, baxın, S şəkilçisi. Tourist, pastdəki cığır, Y variantı. Təkdə olanlar istəyir. Advice təkdədir. Woman, baxın, mən, woman, cəmdədir. Closes, cəmdədir. People, cəmdədir. Box təkdədir. Socks, cəmdədir. Foot, beach. Bunu biraz ayıraq. 24 təkdə olanlar istəyir. King təkdədir. Shoes, cəmdədir. Bu niyə görə bu qədər sərt olur? Nə oldu? Neyse. Təkdə olanlar istəyir. Trouser sözü cəmdədir. Spoon təkdədir. Basket təkdədir. Yəni qaşıq və səbət deməkdir. Y variantı. Buradakı queen sözü cəmdə idi. Kraliçalar. 25 cəmdə olan istəyir. Tools təkdədir. Diş deməkdir. Bags cəmdədir. Toolsa görə çıxdıq. Visitors, ruler təkdədir. Xətkeş deməkdir. Təkdədir. Mən cəmdədir, amma verb təkdədir. Watch təkdədir. Goals vaxtı mənasına təkdədir. D variantı. Balls və foxes daha doğrusu, yəni toplar və tülkülər. 26. Deyir ki, choose a sentence. Cümləni seç, isimli olsun. Hansı ki, isim cəmdə olsun. Baxın, cəmdə olan isim olsun. A lady got on a crowded bus. Burada heç bir ismi mən cəmdə deyil. İsimlərim nədir? Lady'dir, bir də bus. Heç bir cəmdə deyil. B variantında gedirəm, ismimi seçirəm. Sport, bu heç təkdədir. Həmişə təkdə olur. People cəmdədir. Friends cəmdədir. Aha, B variantı. O birisilərə yəni təkdə olacaq da indi. Məncə baxma ehtiyac yoxdur. Aydı. Bu isə uşaqlar. Bu isə biraz əmmalıdır. Mən kitabdan baxacağım, yaxşı mı? 27. Burada snack sözü var və cəmdə istəyir. Snack sözü təkdə. B variantında pollution sözü sayılmır zaten. Sayılmayanlar da heç vaxt cəmlənmir. Sonra C variantı cavabımız policeman yazılıb. Bəziz vannalar. Bir də burada visitors, yəni səfər edən şəxslər və s. D variantı boss. 2 dənə s ilə bitib. Uşaqlar, ümumiyyətlə 2 dənə s ilə bitənlər də yox, elə deməyim, qarşılıqlı ola bilərsin. Boss. Amma yox, deyə bilərəm əslində. 2 dənə s bitənlərdə cəmlənmə, yəni ki, şeydir deməkdir. O isim təkdədir deməkdir bu arada. 2 dənə s-sı varsa sözün sonuna, demək ki, isim təkdədir. Tamam. Çünki zaten sonu bir dənə s olsaydı, onun cəmlənməsi e-s olurdu, eləmi? 2 dənə s olduğuna görə demək ki, sözün özü hələ şeymiş, təkdəymiş. Yəni bu e-s olsaydı, deyərim ki, cəmlənməm belə də 2 də s olanda söz təkdədir deməkdir. Y variantında news sözü.
28-də cəmdə olanlar istəyir. Baxın, burada bird sözü gördüm, quş çıxdım. Sonra görə bildiklərimdən baxın, air sözü gördüm, çıxdım. Hava deməkdir, çıxdım. Bu nədir? Tree təkdədir, çıxdım. Jeans, cins şalvar. Doors, qapılar. Scissors da qayçıdır. Baxın, qayçı sözü də iki tərəfli sözdür və cəmdə olur həmişə. D variantı. Y variantı roof sözünü çıxdım. T sözü olsun. 29. Təkdə olanlar istəyir. Təkdə olanlar arasında uşaqlar nələr var buradan? Business sözü təkdədir. Baxın, 2 də s var, təkdədir. Görürsünüz, business sözü. Sonra member sözü, ay uşaqlar təkdə istəyir zaten. Business sözüdür. School sözü cəmdə də çıxdıq. Knowledge, water, member. B variantı düzdür. Təkdədir, üçüdür. Buradan çıxaraq potatoes, C variantından. Buradan çıxıram passengers, sərnişinlər. Buradan çıxıram tomatoes, pomidorlar. Ya da mais olsun. 30-cu. Demək, təkdə olanı istəyir. Burada bizim var tulip, zambaq çıxdı. Ay, təkdədir zaten. Education var, kindergarten'da. Üçü də təkdədir uşaqlar. Burada tropes var, yəni ki, qoşunlar. People var, insanlar. Scissors var, cəmdədir, qayçılar. Trousers da şalvar. Qayçılar deyirəm, qayçı. Trousers da şalvar deməkdir. Yəni, bunlar iki tərəfli olduğu üçün cəmdədir. 31. Təkdə olanı istəyir. Houses, evlərdir, cəmdə də çıxdım. Concert, camp, pass. B variantı 3-də təkdədir. C variantı driver, sürücülər idi. Results, nəticələr də cəmdədir. Pages-dəki səhifələr də cəmdədir. 32. Təkdə olanlar istəyir. Tickets cəmdə də çıxdım. Portrait, mountain, roof. Portrait, dağ və dağ. B variantını götürdüm təkdə. Photosa görə bunu C-ni çıxaq. Magazinsə görə çıxaq. Buradan da children, uşaqlara görə çıxaq. 33. Təkdə olanı istəyir. Carry, seasides. Baxın, seasides, dəniz kənarları çıxdıq. Competition, yarışlar çıxdıq. Passages, passage'larda, yəni ki, keçidlər mi deyim, nə deyim, bölmələr mi deyim. Freshman təkdədir. Jogging təkdədir. Arrow-dakı ox təkdədir. D variantı. Giz cəmdə də çıxdıq. 34-də təkdə istəyir. Building təkdədir. Feet ayaqlardır. Roads yollardır. Boys oğlanlardır. Burada da ladies xanımlardır. Yəni D variantı full təkdir. Schoolmate məktəb yoldaşı, way-də hava, districtdə əyalət, region və s. 35. Cəmdə olanlar istəyir. Jeans və goats. Jeans, iki tərəfli olanlar cəmdə olur həmişə. Goats-dakı keçilər. A variantı. Çıxarış kimi shape var burada. News, food, yəni çoxdur. Dish, pencil, bunlar hamısı təkdədir. Shape-i daha doğrusu bir uşaqlar cəmdə istəsəyə götürə bilər. Yəni shape təkdə cəmdə eyni olanlara aiddir çünki. Buradan water-ı götürək, shape-i çıxmayaq. 36. Cəmdə olanlar istəyir. Child'ın cəmlənməsi yoxdur, təkdədir. Yəni ki, burada yoxdur. Children olsaydı götürərdik. Trousers cəmdədir. Buttons, düymələr cəmdədir. B variantı. Ay, nə qəşəng oldu. Sonra Y təkdədir. Deck təkdədir. Duty təkdədir. Çıxdım. Təkdə olanlar istəyir. Mice cəmdədir. Çanlar deməkdir. Stairs, pilləkənlər deməkdir. Trousers, şalvar deməkdir. Amma iki tərəfli olanlar həmişə cəmdə olur. Ona görə bunları biz çıxdıq. Process qaldı. 2, 5, bir də 6 qaldı. Yəni process, öküz və atdım. 2, 5, 6. B variantı. Təkdə olan isimlər istəyir. Tiz, dişlərdir. Baxın, jeans, şalvarda iki hissələr həmişə cəmdə olur. Məndəki kişilər deməkdir. 2-ni götürdüm, qaz. 3-ü götürürəm, stəkan. Stəkan mənasına götürə bilərəm. Nə bilim, uşa mənasına götürə bilərəm. 2, 3, 5. 5-dəki xəbər deməkdir. 39. Cəmdə olanı istəyir. Tights iki tərəfdən ibarət olduğu üçün cəmdə, yəni biz onu artıq cəmdə götürə bilirik. Çünki niyə görə? İki tərəfdən ibarət olanları biz nə dedik uşaqlar? Cəmdə dedik. Tamam. Mənası da ki, bu arada uşaqlar, yəni kalqotka, belə deyim də.
Stop təkdədir. Goods mal-əmtə həmişə cəmdə olur. Rich zənginlər deməkdir, cəmdə olur. Cheese-dəki təkdədir. 5 2 2 5. Cəmdə olan isimlər state təkdədir. Actress, bax sonu SS-lə bitənlər təkdə olur həmişə. Təkdədir. Dishes cəmdədir. People, officers, people cəmdədir. Cəmdə istəyir. Cəmdədir. Officers da cəmdədir. Baxın 3 4 5. B variant. Təkdə olanlar istəyir. Rainbow təkdədir. Jackets olmaz. Cəmdədir. Scarf və cloth, şərf və bulut təkdədir. Planets-i çıxaram. Hands-i çıxaram. Skirts-i çıxaram. 42. Təkdə olanlar istəyir. Way-də hava, face üz. A variantı. Ears-i çıxaram. Qulaqlar. Months, daha doğrusu aylar. Feet, yəni oxunuşu uşaqlar bu months deyil. Months belə uzadırsınız ikisini. Feet aylar, daha doğrusu ayaqlar cəmdədir. Days-dəki günlər cəmdədir. A variantı. 43. Təkdə olanlar istəyir. Businessman. Baxın cəmlənib çıxdım. Types, növlər cəmlənib çıxdım. Desert, səhralar çıxdım. Movement, soil, peninsula. D variantı. Y variantda da ki friend sözü çıxdıq. Təkdə olan isimlər istəyir. Tourist, turistdir. Konsert, konsertdir. Luck-dakı uğurdur. Və hər üçü təkdədir. Doctors, baxın, oydu. Bunu ağarır belə. Peki, belə eləsin. Doctors cəmdədir, çıxdım. Taste cəmdədir, çıxdım. Sections cəmdədir, çıxdım. Nipius cəmdədir, çıxdım. A variant. Cəmdə olanlar istəyir, bu səfər təklərə çıxıram. Tail çıxdım. Təklərə çıxdım. School children çıxdım. Weakness təkdə çıxdım. Sonra SS-lə bitənlər həmişə təkdə olur. Chairperson təkdə çıxdım. Adventures, macəralar. Aşağıda bir samsun çıxdıq ki. Aşağıda. School children. Children cəmdədir. School children, məktəb uşaqları deməkdir. Niyə görə məni dayandırmırsınız siz? School children uşaqlar cəmdədir, çıxa bilmirəm. Legends-dakı əfsanələr və s. və axır deməkdir. Cəmdədir. B variantını götürürəm. Y variantından təkdə ground-a çıxıram. B variantı. 46. Cəmdə olanı istəyir. Partner təkdədir. Task təkdədir. Hunger təkdədir. Office təkdədir. Beaches, gözəlliklər. Refugees, qaçqınlar. C variantı. 7. Cəmdə olan isimlər istəyir. Community təkdədir. Harvest həmişə təkdə olur, sayılmayandır. Goose təkdədir, qaz deməkdir. Mouse isimli təkdədir, çıxıram. Professions, baxın cəm şəkilsi, oxen. Y variantı. 48. Cəmdə olan isimlər istəyir. Woman cəmdədir, trousers cəmdədir. B-ni götürürəm. Persona görə çıxıram, progress-ə görə çıxıram, sayılmayandır. Food da çıxdım, təkdədir. Knowledge da çıxdım, zaten sayılmayandır. 49. Cəm isimlər istəyir. Tragedies, mənə görə çıxdım, təkdədir. Translation çıxdım. Vegetable çıxdım. Buffalo və da athletics ikisini də çıxa bilərəm, yəni ikisi də təkdədir. Deməli, icilsi ilə bitənlər müəyyən bir ümumi topluluq addır uşaqlar. Fənn adı ola bilər. Yəni bir ad da, yəni ki, məsələn physics, athletics, yəni belə. Ya da bir nümunə də vardı, bizim qabağımıza çıxdı. Neydi o elə? Xatırlamadım. D variantı cəmdədir. Foreigners, representatives, nümayəndələr, foreigners, xaricilər. 50-ci deyək, cəmdə olan isimlər istəyir. Firelight təkdədir. Sportsman təkdədir. Mən olduğu üçün təkdədir. Agreement, razılaşma təkdədir. Physics, baxın, təkdədir. İcisi ilə bitib təkdədir. Stories cəmdədir. Advertisement cəmdədir. Hekayələr və advertisements, yəni reklamlar. 51-ci cəmdə olan isimlər istəyir uşaqlar.
Tables cəmdə, amma news sayılmayandır zaten. Door təkdədir. Leaf təkdədir. Boy təkdədir. Cavabımız A variantı. Man books. 52. Cəmdə olan isimləri istəyir. Box təkdədir. Window təkdədir. Pencil təkdədir. Box təkdədir. Shelves. Shelf və shelves. Rəflər. Woman qadınlar. Daha sonra rəflər deməkdir. Woman da qadınlar. Cəmdə olan isimlər istəyir. Ages ilə bitdi. Physics təkdədir. Email sayılmır zaten o. Goods oxen cəmdədir. C variantı. Malamtə həmişə cəmdə olur. Oxen da öküzlər. Goose qaz deməkdir, tək variantıdır. Close parça deməkdir, təkdir. Baxın, closes olsaydı cəm olardı. Coal kömürdür, təkdir. Oldu C variantı. 54. Təkdə olanı istəyir. Driver təkdədir. Filling təkdədir. Seaman sport təkdədir. Houses building təkdədir. Və bizdən tək istəyirdi və biz təkləri çıxartdıq. Təkdə olanlar cəmləri çıxardır uşaqlar. Üzürürsən, çox üzürürsən. A variantında uşaqlar woman cəmdə də çıxıram. B variantında houses cəmdə də çıxıram. D variantında polis cəmdə də çıxıram. E variantında seaman cəmdə də çıxıram. Yəni C variantı. 55-də cəmdə olanlar istəyir. Babies cəmdədir, qalır. Amma C-də təkdə də çıxdı. Grass təkdə də çıxdı. Town təkdə də çıxdı. Line təkdə də çıxdı. Diş və insanlar sözü. C variantı. 56-da countable, yəni sayıla bilən isim istəyir. Advice sayılmır, çıxdı. Coffee mayedir, sayılmır, çıxdı. Luck uğurdur, sayılmır, çıxdı. Water sayılmır, çıxır. Luck mücərrəd idi, o görə çıxdı. O birislərdəki mücərrəd olanlar var, kateqoriyası var. Bir də ki, maya kateqoriyası var, ona görə çıxdıq. Bird və slice, yəni ki, quş və dilim sözü. Countable nansüzdür uşaqlar. Flow və police money. Money sayılmır. Film, gold, luck. Luck sayılmır. Baxın, burada coal sözü sayılmır. Air sözü eyni zamanda sayılmır da. Burada meat, ət sözü sayılmır. Cavabımız C var. Insect, həşərat, portman, toothbrush-dakı diş fırçası. 58-də sayılmayan istəyir. Music sayılmır dedik. Sayılmayan istəyir zaten. Seed sayılır. Ox, baxın, bunların hamısını cəmləndirə bilirik. Ağac da cəmləndirə bilirik. Sümüyü də, oxu da, öküzü də. Way də sayılmır. Yəni ona görə üçünə görə də çıxırıq hələ. Way də sayılmır. Doktor sayılır. Həkimlər deyə bilirəm. Rice düyüdür. Kiçik hissələrdən ibarət olanlar sayılmır uşaqlar. Grassdir. Sayılmır. Ot deməkdir. Sayılmır. Saya bilmirlər. Səndəki qum deməkdir. Kiçik hissələrdən ibarətdə saya bilmirlər. E variantdakı məsələn city sözünü saya bilirlər. Sonra 59 sayılmayan istəyir. Baxın, burada məsələn rice sayılmır. Goldu saya bilmirlər. Metal saya bilmirlər. Mayanı saya bilmirlər. B variantını götürdük. O birisi məsələn drop da damcı deməkdir. Məsələn toz sözü məsələn sayılmır. Amma drop sözü sayılır. Düzdür, bütün variantların üstə biz analiz eləmirik. Bir də gözümüzdə ilk nə çarpıcısı ona görə çıxarış edirik. Clock da sayılır, cəmləndirə bilirəm. Teacher sözünü cəmləndirə bilirəm. Pen sözünü cəmləndirə bilirəm. 60-cı sayılmayan isimlər istəyir. Sayılmayan olsa map cəmləndirə bilirəm. Home cəmləndirə bilirəm. Slice cəmləndirə bilirəm. House cəmləndirə bilirəm. Traffic də sayılmır. Advice məsləhət sayılmır. Rice da düyüdür, kiçik hissələrdən ibarət hissə qrupuna aiddir. Sayılmır. Y variantı. Cavabım Y variantı. Bugünlük bu qədər uşaqlar. Daha çox davam eləmirəm. Çünki bir anda fikir verdim. Həm də biraz diqqətsizlik məndə sonda artdı. Düzdür. İlla ki çoxsu, yəni ki hamısı düz olacaq deyə düşünürəm. Araya ümid edirəm nəsə variant sürüşdürməmişəmdir. Amma ki nəsə bir şey olsa altda yorumlarda yazın. İnanmıram elə bir şey olsun, amma yenə də siz yazın. Mən orada cavab verəcəm sizə. Yaxşı mı? Narahat olmayın onun üçün. Amma belə də elə düşünürəm ki, əlimdən gəldiyi qədər asan bir şəkildə izah eləməyə çalışdım ki, sizə anlaşıqlı olsun, daha doğrusu anlaşılır şəkildə izah eləməyə çalışdım ki, başa düşəsiniz. Nəsə bir sualınız olsa yaza bilərsiniz.
çəkinməyin yazmaqdan. Yəni belə. İnşallah ki, gələn səfərdə sifətdən bir mövzu video yükləyəcəm. Ondan sonra təzədən ismə qayıdacağam və qaldığımız yerdən кейslərdən, yiyəlik haldan video yükləyəcəm. Sonra isim mövzusuna, sifət mövzusunu tamamilə bitirəndən sonra inşallah ki, yeni qrammatik mövzuya keçəcəyik. Tamamdır. Sağ olun, özünüzə yaxşı baxın.